Siz də işə düzəlməyə gəlmişsiniz? Yox. Şalvar almışam, balağını kəstirəcəm. Biz sizinlə əlaqə saxlayacaq. Salam. Salam. Çox üzr istəyirəm. Vaxtınızı çox almayaq, amma biz hicablı xanımlar işə götürmürük. Niyə? Bu dini ayrı seçkilik deyil, sadəcə şirkətin şərtləri belədir. Bəs bunu hardasa yazardınız da. Sivimi görməmişdiniz. Axı mən evdə körpə uşaq qoyub gəlmişdim. Üzürlü sayın. Salam. Salam, xoş gəlmisiniz. Özünüz haqqında məlumat verin. Adil Zeynalov. Bu? Qalan məlumatlar CV-də yazılıb. Əslində göstəriciləriniz bizə tam uyğundur, amma dil bölməsində ingiliscinin qarşısına niyə boş buraxmısınız? Məncə mən işlədiyim vəzifəyə ingilis dili lazım deyil. Bəs ingiliscini hansı səviyyədə bilirsiniz? Qarşımdakı insanı təhkir edə biləcək səviyyədə. Niyə mən sizi işə götürməliyim? İstəyirsiniz götürməyin. Buyurun, davam edin. Hobbiniz nədir? İnsanları analiz eləmək. Məsələn, Məsələn, sizin yaşınızla IQ-nüz məncə eyni rəqəmdir. başa düşmədim. Mən də elə onu deyirəm. Özünüzü 5 ildən sonra harda görürsünüz? Bu sözü işlədən axırıncı HR-ın qəbri üstündə. Başa düşmədim. IQ məsələsi sizə də aiddir. Komanda ruhunuz nə dərəcədədir? Bütün Azərbaycanlılar kimi komandadan zəhləm gedir. Yaxşı, biz məsləhətləşək, sizinlə əlaqə saxlayarıq. Mənim bu sahədə işləyən, öz işini bilən çox HR dostum var. Amma siz nəsə təzə bir şeysiniz. Ona görə sizə 4 məsləhət verəcəm. 1. Yalan danışmayın. İnsanlara sizə zəng edəcəyik deyib, onlara ümid verirsiniz. Bu iş kimisə son çıxış yolu ola bilər. 2. İstər müsəlman olsun, istər ateist. Kiməsə inancına görə münasibət göstərmək mundarlıqdır. Bir də heç kəsin CV-sini zibil qabına ata bilməzsiniz. Orada onun şəxsi məlumatları var. 3. Siz çalışın bir-birinizlə ailə qurmayın. Çünki sizdən yaranan nəsil təkamül prosesini geri apara bilər. 4. Mən zəng eləməyim. Təkamül prosesi ilə bağlı dediyini başa düşmədim. Mən də.